Salam əziz və dəyərli izləyicilərim, kanalıma və videoma xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə Cənub bölgəsinin sayılı və seçilən yeməklərindən olan turşu kabab yeməyini hazırlayacağıq. İlk öncəliklə soğanları xırda-xırda doğrayıb bişirəcəyimiz qazana əlavə edirik. Sonra isə cəfərləri asta-asta doğrayıb az öncə soğanları əlavə etdiyimiz qazana əlavə edirik. Soğanlarla birlikdə onları yaxşıca qovururuq. Çəkilmiş ətə lazım olduğu qədər soğan, duz, istiot əlavə etdikdən sonra bir-birlərinə qarışana qədər yaxşıca yoğururuq. Ətdən balaca-balaca küftələr hazırlayıb parnosun və ya bir boş qabın üzərinə səliqəli şəkildə yığın. Hazırladığımız küftələri asta-asta az öncə qovurduğumuz soğan və cəfərinin üzərinə tökürük. Bu mərhələdə küftələri asta-asta qoymağınız məsləhətdir ki, küftələr dağılmasınlar. Sonra isə qazana stəkan 1/3 qədər su əlavə edirsiniz ki, küftələr yaxşıca bişsin. Çox su əlavə etməyə gərək yoxdur. Küftələr zaten öz sularını salırlar. Bişməyə yaxın yeməyə əgər üzüm abqurası varsa 2 qaşıq üzüm abqurası əlavə etməlisiniz. Üzüm abqurası yoxdursa limon suyu və ya limon duzu da əlavə edə bilərsiniz. Elə yeməyin adı da turşu olmağından gəlir. Artıq turşu kababımız hazırdır. Hazırlayanlara nuş olsun. Kanalımıza abunə olub like atmağı unutmayın. Gələcək videolardan xəbərdar olmaq üçün isə bildirimləri açmağı unutmayın. Sağ olun.